mənim əzizlərim, davam edirik Oğlaq burcu ilə 15-22 fevral həftəsi. Oğlaqları nələr gözləyir? Oğlaqlar üçün məsuliyyətin yenidən qurulması dövrüdür. Güclü qalmağa öyrəşmirsən, amma tutulma soruşur. Hansı yük həqiqətən sənindir? Başqalarının yükünü daşımaqdan əl çək. İş, məsuliyyət mövzuları ön plandadır. Daxili təzyiq arta bilər. Tutulma səni daha sağlam struktur qurmağa öyrədəcək. Oğlaqların hərəkəti yavaşlama, geriləmə deyil. Öncəliklərin nədirsə, ona odaqlan. Hər şeyi tək başına etməyə çalışma. Bəzən birlikdə edilən bir şeylərdən daha çox zövq almaq mümkündür. Sevgi. Emosiyaları ifadə etmək zamanıdır. Çünki bilirsiniz ki, oğlaqlarda bu çətindir. Kiçik səmimi jestlər münasibəti daha da qoruyacaq. Bu həftə sevgi sizin üçün təhlükəsizlik hissidir. Pozitiv olun, soyuqluq hissi o yaranmasın. Pul. Maddi planlar vacibdir. Uzun müddətli qərarlar üçün uyğun zamandır. Qısa qazanclar dalınca qaçma. Çünki verdiyiniz qərarlar uzun zaman sizə fayda gətirəcək, qazanc gətirəcək. Karyera. Status, mövqü mövzuları gündəmdə ola bilər. Gecikmələr olsa da sağlam təməllər atılır. Siz bu həftə səbrin mükafatını alacaqsınız. Sağlıq. Sağlıqda sümük, diz, bel ağrıları ola bilər. Həddindən artıq yük bədəni yora bilər. İstirahətə vaxt ayırmağınız vacibdir. Bilirsiniz də, oğlaqlar işkolikdirlər. Xəbərdarlıq. Həddən artıq sərt olmayın. Emosiyaları bastırmaq lazım deyil. Özünüzə qarşı acımasız, mərhəmətsiz olmayın. Güc həmişə dözmək deyil. Bəzən artıq olanları həyatınızdan atmağın zamanıdır. Onu da bacarmaq lazımdır. Artıqları həyatımızdan çıxara bilmək. Görək mələklər oğlaqlarına mesaj verir. Qarışıq bir qərarlar var. Araşdırma etməlisiniz. Bəzi məsələləri ertələməyi buraxmalısınız. Problem yaranıbsa, onu anında həll etməyə çalışın. Bu qədər mənim əzizlərim.